deyil. Yəni, məsələ nətərdir? Birincisi, ilk növbədə biz Tiflisdəyik. Heç nəinki İrəvan, heç Gəncə, Bakı, Kürdəmir bizim hakimiyyətimiz altında deyil. Yəni, bizim İrəvan üzərində faktiki hakimiyyətimiz yox idi. Yəni, deyil, ola bilər, bura Azərbaycan ərazisidir ki, belə qəbul edərik. Amma fakt bizim əlimizdə deyil, həmən ərazi. Yəni, Allahın Kürdəmiri bizim əlimizdə deyil. Hardan İrəvan bizim əlimizdə olsun ki, biz deyək ki, yox, ya veririk, ya vermirik. Bu bir. İkinci məsələ ondan ibarətdir ki, İrəvan şəhərinin ermənilərə verilməsini bizdən tələb etdilər. Qarşılığında qəti olaraq tələb qoydular ki, bu şəhər verilməlidir onlara ki, özlərinə paytaxt düzəlsin. Əslində, ermənilər nəzərə tutmuşdular ki, onların paytaxtı Gümrü, Aleksandropol, indiki Gümrü olmalıdır. Amma Gümrü həmən vaxtda Osmanlı işğalı altındaydı. Osmanlı da həmən ərazini vermək istəmirdi. Və bizi də məcbur edirdi ki, neynəsin? İrəvanı verir. Hələ 19-cu əsrin sonlarında İngilislərin planları var idi ki, Osmanlı parçalamaq üçün ermənilərə vəd eləmişlər ki, Anadolunun şimal-şərqində, Kürdlər də vəd eləmişlər ki, cənub-şərqində Kürdistan və Ermənistan dövləti yaradacaq. Və Osmanlı da bunu bilir. 1915-də güya ki, soyqırım baş veribdir və bilir ki, dünya dövlətləri düşəcək, bunun üstündəki terror ermənilərə ərazi və dövlət yaratsınlar. Bu fikirləşir ki, yaxşı fürsətdə ermənilərə dövlət yaratmaq üçün ərazini öz ərazindən yox, Qafqazdan verir. Yəni, bu günləri Ermənistanın Qafqazda olmasının ən böyük xidmətçisi kimdir əslində? Osmanlı dövləti. Mənim, o dövrdə Kürd var idi. Kürdlər həməşə olur, həməşə olur. Nədir ki? Sən Kürdsən? İraq olsun, Kürd də müzanlıqda nə olur Kürdə? Millətçi olmaq lazımdır, hər millətin yaxşı xüsusiyyəti. Kürd deyir ki, bəli. Nəysə. Biz İrəvanı onlara verirdik, gəlin bir qısa deyək də, onlar da ki, Qarabağa, dağlıq ərazisinə və digər ərazilərə olan iddianın güya ki, əl çəkirdilər, bu bir. İkincisi də ki, İrəvanda yaşayan və Ermənistan arasında yaşayan Azərbaycanlıların öz ana dillərində sərbəst təhsil almalarına güya zəmanət verəcəkdilər. Bir də ki, müsəlmanların dini ayinlərini, ibadətlərini yerinə yetirməsinə mane olmamalıydılar. Amma bunun əksini görürük, biz sonralar görəcək yer gəlmişəm. Bu oldu, deməli, Ermənistanın öhdəlikləri görəcək. Biz də onlara İrəvan verdik. Son danışlarına bir qədər. Sonra Gürcüstanla münasibətlər. Gürcüstanla münasibətlər ilk vaxtlar bunlarla da ərazi mübahisəmiz var. Bizim köhnə kitablar yaxşı vurğulayırdı bunu. Ərazi mübahisəmiz var idi. Borçalı, Zaqatala bölgəsi, orada Zaqatala rəy sorğusu keçirildi. Əhali Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qalmaq istədilər. Borçalı məsələsi dinc yolla həll olundu. Yəni, Gürcüstan bizi ilk vaxtlar qəbul eləmirdi, amma sonra 1919-cu ilin 16 iyununda bunlarla bizim aramızda pakt imzalandı və hərbi ittifaq bağlanırdı. Hərbi ittifaq. Niyə məcbur oldular? Buna ilk vaxt qəbul eləmirlər əslində. Rusiyada vətəndaş müharibəsi gedir. Ağ qvardiyaçılarla bolşeviklər arasında. Ağ qvardiyaçılardan kim var burada? Denikin. Məsələn, Karnilov yəqin keçmişdir də biz. Birinci Dünya müharibəsində Karnilov qiyam baş vermişdi. Yadınızda qalmayın. Niyə Bəlşi diviziya Karnilov qiyamına qoşulduğuna görə cəbhədən göndərmişdir. Ağ qvardiyaçılardan biri Denikindir. Onların dövləti yoxdur. Onlar kimə tabidir? Çara tabidirlər. Çar hakimiyyətə devriliyib. Deməli, bunlar silah, sursat, ərzaq filan verən yoxdur. Bəs Ağ qvardiyaçılar hardan maliyyələşirlər? Ora-bura basqınlar törədirlər. Ələ keçirdilər qənimətlə, özlərini düzəldirlər, təzədən bolşeviklərə qarşı mübarizə aparırlar. Həmən Denikin Qafqaz üzərində yürüş eləyir. Bu zaman Gürcüstan görür ki, tək başına bunun öhdəsindən, Denikinin öhdəsindən gələ bilməyəcək. Ona görə məcbur olur ki, Yerel Cumhuriyət, gəl, sənə bir müqavilə bağlayaq, ittifaq bağlayaq. Denikinə qarşı birlikdə mübarizə aparaq. Və beləliklə burada deməli, hərbi pakt bağlandı, belə hərbi ittifaq yazılır bunu. Hərbi ittifaq imzalanır. Kimə qarşı da Ağ qvardiyaçılara qarşı və bu hərbi ittifaqın nəticəsi olaraq Gürcülər bizə silah, sursat verirlər. Biz onlara nə verirdik? Neft. Və başqa nəyimiz var? Biz onlara neft verirdik. Və beləliklə Gürcüstanla bizim aramızda hərbi ittifaq bağlandı. Bu söhbəti həll elədik. Bu söhbəti həll elədik. Gürcüstan söhbətində həll eləmişik.
Keçək danışaq, hə? Rusiya qədər. Rusiya Qacar. Dağlı Respublikasının mərkəzi. Dağlı. Dağlı Respublikası ilə. Bax, burada da bizim aramızda, burada da ərazi mübahisəsi məsələsi var idi. Dövlət kitablarımızda hətta deyirdilər ki, onlar Xudat hücum edib, Xudat və Quba bölgəsində ələ keçirmişdilər. Sonra Cumhuriyyətin ordusu oranı təmizləyib bunlardan və deməli, Dağlı Respublikasının qoşunlarını şimala çəkilməyə məcbur edir. Yəni, ilk vaxtlar ərazi mübahisəsi, sonra isə Dağlı Respublikası məcbur olub bizlə yaxınlaşmaq istəyir ki, biz onlara yardım edək. Niyə? Niyə? Çünki Denikin bura üçündə təhlükə yaradırdı, hücum edirdi və onun qarşısını Dağlı Respublikası tək başına ala bilmirdi. Dağlı Respublikasının şimalda qonşumuz olması bizim üçün həm də bir qəşəng... Nəyə baxsan? Mən o tezdən başlaya bilərəm, qrupa göndərmək olur. Hə,